Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün Daniel Golemanın emosional zəka nəzəriyyəsinin qısa izahını qeyd edəcəm. Demək ki, Daniel Golemanın emosional zəka nəzəriyyəsi haqqında Daniel Goleman adi iş günlərinin birində müşahidə edir ki, əhvalı yaxşı olmayan sərnişinlər avtobusa minərkən sürücünün şən əhval-ruhiyyə ilə onlarla salamlaşmağı bütün sərnişinlərdə xoş əhval yarada bilir. Nəticədə bütün sərnişinlər yorğun günün ağırlığını unutmuş olur. Çoxlu belə nümunələr Golemanı tədqiqatlara ruhlandırdı. 1995-ci il deməli yazıldığı, yəni 95-ci ildə yazdığı Emosional zəka kitabı işçilərin performansını proqnozlaşdırmaq və təhlil etmək üçün tamamilə yeni bir perspektiv təqdim etdi deməli ki, Daniel Golemana görə insanın eyni proses zamanı iki zəkası çalışır. Biri emosional zəka, digəri isə rasional zəka. Məsələn, şəhid övladı iclasda çıxış edərək müharibədən qürurla danışır. Dövlət qayğısını hiss etdiyini qeyd edir. Sonda atamla fəxr edirəm cümləsini deyərkən kövrəlir. Bu, o demək deyil ki, o öz hissləri haqqında yanlış məlumat verir. O həqiqəti danışır. Sadəcə onun sözləri rasional zəkanın, göz yaşları isə emosional zəkanın məhsuludur. Daniel Golemana görə emosional intellekt emosiyaların düzgün idarə olunması deməkdir. Məşhur filosof Aristotelin fikrinə görə hamıya eyni formada, eyni cür, eyni tonla əsəbləşmək bu çox asandır. Hər kəsə həmin fərdin özünə uyğun formada, tonda əsəbləşmək isə çox çətin bacarıqdır. Bəs bu çətin bacarığa necə yiyələnmək olar? Əlbəttə ki, Daniel Goleman bunun üçün 5 addım müəyyən edir. Özünü dərk, burada özünü tanımaq, Gardnerin fərddaxili qabiliyyəti kimi. Yəni, fərddaxili intellektdə necə idi? Özünü tanıyırdı. Özünün zəif və güclü tərəflərini müəyyən edə bilirdi. Özünü idarə etmək isə özünü tanımaqla daha rasional idarə etmə formasını tapıla bilər, yəni ki, bilir burada. Artıq öz hisslərini tanıyır və onları idarə etməyi bacarır. Motivasiya isə səni fəaliyyətə həvəsləndirən nələrdir? Artıq burada motivasiya mərhələsində olacaqdır. Digəri isə sosial məlumatlıq. Burada isə ətrafındakı hadisə iştirakçıları düzgün tanımaq və empatiya qurmaq, yəni onların hiss və düşüncələrindən agah olmaq, özünü başqalarının yerinə qoya bilmək, digər insanların yerinə qoya bilmək, bu da sosial məlumatlıq. Digəri isə münasibətlərin idarə edilməsi. 4-cü addımdan sonra münasibətin düzgün idarə edilməsi yolları artıq məlum olur. Ona uyğun insanlarla düzgün ünsiyyət qura bilirik. Deməli, bu da olacaq münasibətlərin idarə edilməsi. Yəni, digər yoldaşları ilə, dostları ilə artıq burada düzgün ünsiyyət qura bilir, düzgün münasibət qura bilir. Deməli, bu da münasibətlərin idarə edilməsi olacaq. Belə müəllimlər, qısa izahımı qeyd etdim sizlər üçün. Məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.